Gücünüz çatır, sosial problemlərdən danışın. Rəqsanə. Yıxılana balta vurmağa gücünüz çatır. Nədir orada 2 dənə ağzı qara gədə. Halal olsun ha. Nə danışdın, nə danışdın. Olmaz. Rəqsanə müğənni də ədcəb eləyib. Reklamını belə qurur, oradan 5 manat pul qazanıb gedib problemlərini həll edəcək. Dəstək olaq, kömək olaq. Toyunuz varsa toy verin, qoy biraz pulunu qazansın. Müəyyən maddi problemləri varsa da. Rəqsanə bodini geyinib bulvara çıxmayıb ki. Sənin mənəviyyatına ziyan vurur. Rəqsanə öz səhifəsində fotosesiya qoyub. Rəqsanə oturub, Rəqsanə səni bağışla mənə, ay jurnalist, sənin düşüncənlə sənlə şey eləmir, sənlə fikirləşmir. Rəqsanə Beyoncé-la ayaqlaşır. Rəqsanə Jennifer-la ayaqlaşmaq istəyir. Ayıbdır axı. 21-ci əsrdir. Müasir zamanda yaşayırıq. Sənin toyuna gəlsə sən qoyma da, sən çağırma. Özdə orada Fazilin adını sən çəkmisən. Hə, Fazili qızışdırırsanız, Fazil indi bununla ya aralansın, ya dalaşsın, ya neynəsin. Mənim ərimi 3 ildir yığır ağzı əri göz çaşı. 3 ildir. Allaha and olsun dostlar. Bax, and olsun bu çörəyə. Allaha and olsun. Nələr deyir, nələr deyir. Yoldaşım da əvvəla davamız ilk etaplarda onun üstə gedir. Deyirəm, niyə götürürsən bağlı nömrəni? Onun niyə qoy sözü ürəyində qalsın de. Deyir, qoy ürəyini boşaltsın. Axırda da bu ona bir dənə cümlə deyir. Deyir, istəyirsən nə olur olsun, mən deyir, ondan ayrılan döyüləm. Dalaşanda düzdür, Alfons dedim, orada biri yazıb, deyir, niyə belə deyir nərinə? Bax, şadlıq evini göstəririm. Ərimin şəxsi şadlıq evi. Kupçasını da göstərəcəm, kupçanı. Kupçanı, şəxsi adına olan kupçanı. O deyir, göstərin kiməsə biz niyə çot verməliyik? Bu restoran şəxsi arenda zad deyil. Bu mənim yoldaşımın restoranıdır. Yadınızdadır, Bakıda o vaxtı bir anlaşılmazda olmuşdu. Qonşusu tərəfindən şərrənmişdi. 200.000 dollar qonşusu alıb atmışdı. Gör öldü qonşusu. Gör. Yoruna it bağlayayım onun. Elə belə deyəcəm. Aparsın versin mənim məhkəməyə. 200.000 dollar yoldaşımın alıb məndən əvvəl. Öldü getdi. Bilirmiş ki, xəstəliyi var, öləcək. Gör gəldi. 50 ilin qonşusudur da. Nə olar? Bir dəfə 50.000 alıb verib, bir dəfə 100.000 aldı verdi. Axırda gəldi 200.000 aldı. Burnunla gəlsin. Özünü niyə şərriyib tutturmaq istəyirdin? Nə yaxşı səsimizi yuxarılara çatdırdıq. Səsimiz yuxarılara çatandan sonra biz onun şərrindən canımızı qutara bildik. İndi də yəni sözümün canı odur ki, 200.000 dolları fakt yadınızdadır, mən açıqlama verdim, kömək istədim aidiyyatı qurumlardan o vaxtı. 200.000 dollar borç verə bilən kişi, özdə mən 21-ci ildə ərə getmişəm, bu adam 17-ci ildə borç verib, məndən də 5 il əvvəl. Yəni məni də tanımayan vaxtda deyəsən ki, bəlkə sənin pulundu veribdi. Özdə mən elə bil belə jadın adamam ki, mən heç 1 manat vermərəm. Və Allah uzaq eləsin, başına bir iş gələrsə, hər şeyim qurbandı ona. Amma bugünkü gündə onun öz karyerası, mənim öz karyeram. Yox, Allah haqqı, bu çörək haqqı faiza verməyib. Elə onun üçün deyirəm də, dalaşanda deyirəm, mənə bir şeyi məsləhət görəndə, deyirəm elə, birdən dalaşırıq da, indi ailəçilik tam dalaşır. Deyirəm elə sən elə mənə məsləhət verməyə gücün çatır. Özün niyə verirdin 200.000-i? Qonşu. Deyirəm, qonşudur, adama pul verər də. Ay bala, kim kimin dırnağı olar, kim kimin dırnağı olmaz. Söhbət onunla hamımız Allah yaradıb. Əgər kim kimdən aşağı idisə, o Allah yaradıbsa, heç kimdən aşağı deyil. Yadınızda saxlayın. Hə, batdı pul, öldü də, gör öldü, getdi. Pul da batdı. Mənim yoldaşım məndən bir ayda hələ balacadır. Saçı saqqalı ağappaq, fikirdən, əsəbdən. Busan da, ay onu yazan. Busan. Hə, indi üstə də gəl. Bu deyir, getdi ərə. Az, indi şapalaqla üz qızarda deyirik, belə danışırıq pafosla. Gülənin çox dərdi var. O qədər problemlərimiz var, dərdimiz, sərimiz var. Düzdür, qoz alma salatı yiyəndən düzəlmişəm, lap əyalı olmuşam. Yəni, dərmanı zadı ehtiyac yoxdur. Nervi dərmanı zadı qırağa qoyun. Qoz alma yiyin. Birinci, sarımsaq da qatın ora. Sarımsağın iyindən də heç kim yaxın gələnməyəcək, probleminiz olmayacaq. Bu adam dedi, bu ərə gedib. Məndə səsi var, mənə səs atdı. Dedi, sən orada arvad olsan, onda mən də dədəmin qızı deyiləm. Dedim, az hodri meydan. Ağlıma gəlmir, buna qayra bilər. Birinlə bir kirvi olmuşam, birinlə bir qohumu yığır. Ağzı əyri gözü çaş, 60 yaşında, əyri qılça, öl. Ağzın gözünə əyilib. Millət gedir, bu hamı əməliyyatla gözəlləşir. Bəd bax, belə səni. Dostlar, bəziləri ifrat çıxır, ölüsündən danışıb ağlayır. Bilirsiniz niyə? O ağlamasa,
Orada yazasınız ki, ay Allah bu ne gündədir, ay Allah bu ne gündədir. Fikrinizi yayındırır. Sizin yazığınız gəlsin, yazasınız ki, yazığın dərdinə bax, dərdinə sizdə ağlayanın tez göz yaşlarına, timsah göz yaşlarına. Az o qardaş hərliyir. Yoxsa ata-ana hərliyir. Qardaş hərliyən nə o hingilişləri eləyirdi bəs. Ha. Kimin qardaş ölüb? Mənim də qardaşım ölüb də. Ölənlərdən artıqdır. Allah haqqı, onu mən elə tanıyıram ki, o birisiz niyə ağlayır? Ay balam, ona görə ki, siz orada yazmayasınız ki, ağzı niyə elib, gözü nə gündədir. Başlayıb baxıram, kommenti özümü oxuyuram. Yazırsınız ki, yazıq can, dərdli ürəyinə qurban, yaralı sinənə qurban. Sizin fikrinizi azdırır. İndən sonra yazın ki, ağzın niyə elib, gözü də afət düz deyilmiş. Bax, indən sonra ağlamayacaq da. Ay balam, qocalanda da adam gözəl qocalır. O günləri Victoria Rufa var, o qabağıma çıxıb. Marina idi, nə idi? Maria. Mən 20 il, 25 il əvvəl, 30 il əvvəl film verirdilər, dizi. Nədir? Serial, Meksika. Qabağıma çıxdı birdən. Sonra Ququş. 80 yaşı var, görün nə qəşəng qocalıb. O da prosedur eləyir, o da dartdırır. Da bunu kim deyir, oxşamır, belədir bax. Niyə? Sən afətin ərini daha yığmaqdan barmağın maz olur. Axırda o mənim dolma qonaqlığına çağıran dostumuz var. Bunu yığıb ki, o afət budur, afət belədir, afət. O da deyir, az afətin əri mən döyləmək, əri var, onu yığ. Məndən nə istəyirsən? Deyəndə bu deyir, ərinə nə qədər zəng vurmuşuq, təsir eləmir, deyir. Çünki mən əvvəldən şərtimi kəzmişəm ki, mənim bir şərəfsiz düşmənim var. Bu mənə hər tərəfdən, ay balam, bir adam salam verməyə peşman, tez deyirəm bunun adamıdır bəlkə. Bəlkə bu, istəyir adam var, istəyir ailəvi dostluq eləsin. O gün biri mənə yazıb ki, Qazi ailəsiyik, burada Moskvada yaşayırlar. Sizi istəyir evimizdə görək. Da biri var elə belə söz gəlişi dəvət eləyir, biri var yalvarıb dəvət eləyir. Nə olar adamın evinə qonaq da ki, tez deyirəm bu bunun adamıdır, yeməyimə zəhər qatacaq. İnsan nə qədər özünü qoruyur. Kölgəmdən də qorxuram. Az bəsdir dana. Çıxıb gəlmişəm 5 ildir.